5 ildən sonra ev növbəsinə götürdülər məni. Deməli, 14 il çəkdi mənim ev almağım. Axır ki, uşaqlar da böyüyür, məktəbə gedirlər, gəlirlər. Onlar da elə mən oxuyan məktəbdə oxurlar 49-da. Deməli, bunlar böyüyür, mən də işləyirəm. Bir gün mənə xəbər verdilər ki, pəs sənə ev vermişik. Mən yığışdım köçümlə. Ondan da qabaq Kasparın rəisi mənə Nizami küçəsində, Ayrokassanın yanında bir otaqlı ev vermişdi, necə deyərlər, müvəqqəti orderlə. Bir də gördüm bir gün ki, bir dənə oğlan gəlib qapıya ki, çıxmalısan. Dedim, necə çıxmalıyam? Mən burada 5 ildir yaşayıram. Dedi, yox, sənə ev veriblər, niyə xəbərin yoxdur? Elə onun səhəri günü mənə zəng gəldi işə. Ki, pes get. Getdim, orderi aldım. Bəlkə də biraz yubandırardım, kaş yubandıraydım. Səhəri gün balta ilə gəlmişdi qapıya. Biraz da onda çaxnaşma vaxtı idi, 88-ci il. Nəsə, mən yükümü yığdım, getdim 2 otaqlı evimə, gedəndə dəhşətə gəldim. Yenə də imtahandı mənim üçün burada. Gördüm evindən, eşigindən, didərgin düşən, düşmən gülləsinə tuş gələn o xanım gəlinlər, o igid oğlanlar. Əlbəttə ki, silahsız idilər. Onlar döyüşməzdi. Hamının boyu çınar ağacı kimi. Gəlinlər maşallah elə bir ki, baxırsan, elə bir şüşədə bəsləniblər. Düşmənin elə gözü ona görə götürmədi. Bunlar, məsələn, mən olan evə giriblər. 29 gün köç maşınında mən qalmalı oldum orada milisin həyətində. Çünki yer yoxdur axı. Sağ olsun, deyəsən, səhv eləmirəmsə, oranın icra hakimi düzdü qoşdu. Mən bir aydan sonra öz evimə girdim.